Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hamd olsun alemlerin Rabbi olan Allah'ımıza. Şükürler olsun ki Allah bu gün də bizə qismət elədi. Bu gün də bizə nəsib elədi. Siz əzizlərin görüşünə gələ bilək inşallah. Dünən mövzumuz yarımçıq qalmışdı. Ölümlə bağlı məsələ idi, dünya əhəmiyyətindən bağlı məsələ idi, dünya əhəmiyyətindən bağlı məsələ idi. Biz dünənki dərsdə öyrəndik, dünya məzəmmət olunur. Düzdür, deyir ki, dünyaya bel bağlama. Amma demir ki, bizə dünyadan qop. Bizə demir dünyadan qop. Bəzən görürsən, bir dəstə dindar insanlar da var ki, bəzən bir sözlər deyirlər, əslində söz özündə həqiqətdir, amma yerində deyilmirlər. Əleyhisselam öz oğlu İmam Həsən Əleyhisselam vəsiyyətində çalışırdı ki, desin ki, dünya, bəli, məzəmmət olunan yerdir, amma dünyadan qopmaq olmaz. Niyə? Çünki dünya bir dənə keçid məntəqəsidir ki, bizim axirətimiz üçün. Biz şəxsiyyət kimi formalaşmağımız üçün, insan kimi, bir ana kimi, bir ata kimi, bir övlad kimi formalaşmağımız üçün mühüm nöqtədir, mühüm yerdir. Əhəmiyyət kəsb edir bu baxımdan. Ona görə biz nəzərə almalıyıq və dünyanın məzəmmət olunması o deməkdir, o da əlimizi üzək, təcrid olunaq. Bu, İslamın bəyəndiyi bir şey deyil. Yəni, bu məzəmmət olunur. Bəli, dünyayla mübarizə apar. Dünyadakı pisliklə mübarizə apar. Əmr bil məruf elə, nəhy münkər elə. Şeytanı vəsvəsədən uzaq ol. Özünü islah elə, özünü təskiyə elə, özünü düzəlt. Amma unutmayaq ki, bizim dünyadan keçir bu işlərimiz. Yəni, biz sərmayəmizi axirət üçün yatırırıqsa, bu o deməkdir, o dünyaya nəzər eləməyək. Bizim yeməyimiz bu dünyada keçir, içməyimiz burada keçir. İbadətlərimiz buradadır. Övlad dünyaya gəlir, insan ailə qurur, hamısı budadır. Və buranın vasitəsi ilə axirətimiz tənzimlənəcək. Həqiqi həyatımız tənzimlənəcək. Çox mühüm məsələdir. Çox mühüm məsələ. Dünən dedik, dünən dərsimizdə qeydlədik. İki dənə mühüm yolcu var. Dünyada yolcular iki cür olur. Ya aldananlar var, ya haqqı dərk edən ağıllar var. Ağlı haqqı dərk edən adam, başa düşən adam bilir ki, bu dünya imtihandır və çətinliklə yerdir. Elə bir şey yoxdur ki, bir şey ki, rahatlıqla əmələ gəldi, ərsəyə gəldi, ondan şübhələndir. Bir şey ki, rahat əldə elədin, heç problem olmadı. Rahat ələ gəldi, sən bu düşdü belə. Ondan şübhələnməyə başla. Çünki orada mütləq, əgər biz axirət istəyirsə, orada rahatlıq ola bilməz. Mümkündür ki, dünya və rahatlıq ikisi bir adılan bir şey. Bəli, rahatlıq var. Dünya pərəstlərin rahatlığı var. Amma axirət pərəstlərin rahatlığı bu da yox. Bir ki, aldıran insanlardır ki, onlar hər vəcihlə, hər addımda sərmayəsini dünya üçün yatırırlar. Elə bilirlər, bu dünyada əbədi qalacaqlar. Ona görə bir dəstə insanlar ölümdən qorxurlar, ölməkdən qorxurlar. Niyə? Çünki başa düşmüblər, tapa bilməyiblər ki, həqiqətdə həyat hansıdır. Bax, biz bunu dəfələrlə demişik, yəni təkrar deyirik. Bəzən baxsan ki, insanın ürəyi sıxılır. Baxsan ki, evdə var, maşında var, işdə var, övlad da var, xanım da var, ər da var, hər şey var. Amma ürəyin sıxılır. Allah sənə göstərmək istəyir ki, sən əslində bu dünyanın adamı deyilsən. Sən buranın insanı deyilsən. İndi biz neyniyək? Nə iş görək? Yaxşı. Birinci budur ki, daim ölümü xatırlamalıyıq. Daim ölümü xatırlamalıyıq. Deyir, insan cənazə namazına baxanda bir insan dünyasını dəyişən böyük ibrətlər var. Böyük dərslər var. Ki, sabahda mənim növbəm ola bilər. Sağ mən gedə bilərəm. İnsan deyir, yatıbdır, ölüm şərafətli bir işdir. İnsan yatıb, ölən də ayılacaq. Ölüm əslində sonun başlanğıcıdır. İnsan əslində ölümü xatırlasa, mənəvi ruhu üçün çox böyük işlər görmüş olar. Çox böyük işlər görmüş olar, çox.
Yəni, ölümü xatırlayanlar dünyaya maraq meyl eləməz, maraq eləməz. Dünyada işlərimi görə amma rəğbət göstərmə. Allah deyir, rəğbət gəlsin məni keçməsin. Bir ata övladını istəyə bilər, bir ana övladını istəyə bilər. Bu normaldır. İki şəxs bir-birini istəyə bilər. Bir nəfər şahanə qızımız kimi xaricdə oxumaq istəyir. Normal bir iş, təbii istəkdir. Bir nəfər meyvə doğrayır. Normal bir şeydir. Bir nəfər məsələn televizor xoşlayır. Hələ bir sevgisi, məhəbbəti var, bir qayğısı var. Yəni sevgi və qayğılar, istəklər rasional müstəvidə olmalıdır. Birisi nədir rasional? Nədir rasional? Yəni əqli müstəvidə olmalıdır. Mən bu günlərim bir şey istəyirəmsə, bax gör mən bunu hissə qapılıb istəyirəm, yoxsa ağlım bunu mənə əmr eləyir. Bu mühüm məsələdir. Bugün mən addım atıramsa, vurub stəkanları dağılıb qırıramsa, mən baxıram görüm bu ağlın əmridir, yoxsa hisslərimin əmridir. Ağıl mənə bu işi görmə. Peyğəmbər ağıl bir dənə daxili peyğəmbərdir. Bizim ağlımız, vicdanımız daxili bir dənə peyğəmbərdir. Ki biz səhvimizə biz peyğəmbər qətta itirik əslində duası yolunda. Əsəbəs hakim olmursa, və hətta saxlayın, bax. Mən bir dənə söz deyim sizə. Belə anlaşılmasın, ha. Biz nəsə istəməyək, nəsə olmasın. Həyatda, dünyada ideal istəyəcən bir şey olmayacaq. Olmayacaq. Nə ideal ata olmayacaq kimsə. Nə ideal ana olmayacaq kimsə. Nə ideal övlad olmayacaq kimsə. Bu ancaq məsumlara xas xüsusiyyətdir. Amma biz ən azı oxşaya bilərik. Nə bizdən geri qalır, nə bizdən qabağa düşür. Yəni cəhd eləməliyik. Yəni sən məyus olma, övladımı təlim tərbiyə eləmsən, ola bəlkə övlad böyüyə sənin üzə ağılır. Görsən, vay, mən bu qızı böyütmüşdüm, oğul böyütmüşdüm. Və mən bu xanıma könül qəlbimi vermişdim bu. Və mən bu kişiyə bəyə qəlbimi vermişdim. Yox, gəlib nadürüst ola bilərlər sonda. Ona görə biz arxamızı o şəxsə və ya o varlığa daha doğrusu o varlığa söykəməliyik ki, o varlıqda bir məsumiyyət olsun. Yəni orada bir səhv olmasın, orada bir naqisliyi olmasın. Onun üçün ən gözəl vasitə Allahdır, Əhl-i Əleyhissalatu vesselamdır. Onun üçün dünyapərəstliklə mübarizə aparmaq istəyirsə, ilkin məsələ budur ki, biz gərək neyniyək? Biz gərək birinci ölümü xatırlayaq. Bir dənə söz desəm, bəlkə də qəribə çıxar. Deyir, ölümə aşıq olan adamlar xoşbəxtdirlər. Hə, ölüm o demək deyil, ha, gedim özümü özümə qəsd edirəm, vurum dağıdım bir şey. Yox. Ölüm belə bir şey deyil. Belə bir söhbət deyil. Yəni, ölümə aşıq olmağın mənası budur ki, insan dünyanın çirkinliğini başa düşər. Nə dedi Əmir Əl-Müminin əleyhissalam? Bildi ki, dünyanın dəyəri, qiyməti mənim üçün keçin ağız suyundan aşağıdır. İnsan da yox, hələ keçi təsəvvürlə. O ki, heyvan görmüşsün, ağzın suyu axır, belə itin, keçin. Görmüşsünüz da, pişiyin deyək. Pişiyə baxırsınız da siz. Pişiyin deyək, ağız suyu axır da, məsəlsin. Deyir, dünyanın dəyəri, qiyməti mənim üçün ondan da aşağıdır. Ondan da aşağıdır. Birinci hal budur ki, ölüm düşüncəsi olmalıdır. Buna deyirlər mənəvi immunitet. İmmunitet nədir? Hər hansı bir çatışmazlıq olanda, həkim nə deyir? Get falan iynəni vur, düzdür? İndi bunu biz həmçə demişik da. Sağ ol Tural, çox sağ deyirlər, Allah razı qalsın. Bunu həmçə demişik. Elə bir adam var, bu da dərmanı sevə-sevə atsın. Dərmanı sevə atmısan niyə kimi? Həkim iynə vuran deyirsən, ay həkim gəl iynə vur deyirsən, ay Allah bu falan yerim ağırdı, düzdür mü? Elə bir xəstə yoxdur ki, sistemi iynə sevə-sevə versin. Mümkündür. Amma o sevmədiyimiz, etiraz etdiyimiz bir şey bizim xeyrimizədir yoxsa yox? Əhsən. Səhər saat 8-də Ayşəhanə qızımız
7-də məktəbə gedirsən, düzdür? İndi hava xoşdur, düzdür? Heç qışda deyirsən, ay mama, qoy biraz yatım da, nə olar da. Deyirsən, demirsən, yorğanı qaldırmaq istəyirəm, düzdür? Mama səni niyə yorğan qaldırıb məktəbə aparır? Amma əziyyət var əvvəl, düzdür? Deməli, bizim rahatlığımız, aramlığımız nədən keçir? Çətinliklərdən. Deməli, çətinlik yoluna cəfad olmayacaqdır. Deməli, biz axirət qazanmaq istəyiriksə, əbədi cənnətdə bir yerdə qovuşmaq istəyiriksə, əbədi həyatda bir yerdə olmaq istəyirsə, nə etməliyik? Bu dünyanın çətinliyini ağırmalıyıq, sizinə gəlməliyik. Dözməliyik, göz yumması ilə göz yummalıyıq, bəzi yerdə etiraz eləməliyik, bəzi yerdə susmalıyıq. Çünki hər şey demək sən xoşbəxtlik gətirməyəcəkdir. Bəzi şeylər var, deməsən yaxşıdır. Heç olub məktəbdə, sizin məktəbdə hansı uşaq şuluq eləyibdir, amma müəllimə deməmsən. Niyə deməmsən? Baxın, normalda şuluq eləyir axı. Xəbər söyləmək istəmirəm. Yox, bildim. Ən çox nəyə düşünürsən? Bəlkə düzəldi, ha? Əhsən. Amma desən, pis söz demirsən əslində. Həqiqət. Sözün düzündə, düzdürmü? Deməli, sən sözün düzünə bəzən demirsən, ona görə ki, fitnə düşməsin, incilik yaranmasın, bir ocaq alışmasın. Deməli, bizə əslində tufan lazım deyil. Nə lazımdır bizə? Qığılcım. Yəni, mən səni sustum, ay mənim sinir yoldaşım. Elə bilmə, ha, göz yumdum. Yəni, sustum ki, bəlkə sən düzələsən. Düzdür? Məsələn, ata qızına hisslənmir, dəymir. O demək deyil ki, və ya hisslənsə, o demək deyil ki, istəmir. Deməli, ata qızının istəyir ki, nəyəsə hisslənir. Ana qızının istəyir ki, nəyəsə hisslənir. Deməli, bizim əslində bəzi həqiqətlər var ki, orada göz yummağımız lazımdır. Sakit durmağımız lazımdır. Əks halda sakit durmasa, dünya pərəstliyin bir qolu olmaz. Dünya bizdən bunu istəyir. Sakit dayanma, hər şey bir reaksiya bilir. Hakü qopar, dağı, tök. Özümü atacağım balkonuna, aynadan nə bilim, falan şey deyəcəm. Özümü yandıracağım, özümü dağıdacağım, tökəcəm, falan şey dağıdacağım, qıracağım. Yox, adam bakın, siqaretin vaxtı gəlir. İndi siz uşaqsızlar, görməmişsiniz. Mən görmüşəm onları. Siqaretə pul olmayıb, dur, şüşəni qırıbdır. Allah şahidi, mən ilanı görmüşəm. Allah gəncliyimizi, bax, o narkoman ilə qorusun. Pis ağ ölümündən qorusun. Allah uzaq etsin hamımızın. Heç kəsin Allah övladına göstər. Dünən baxıram, bir dənə YouTube veriş baxıram. 15 yaşında oğlan deyil, narkomandır. Yazıq ana. Ana necə ağlayırdı. 15 yaşındakı cavan uşaqdır. Baxsan danışığı, nə bilim, qəribə sözlər işlədir. Onun yaşına uyğun ifadələr işlədir. Yazan, atasız ana. Uşaq böyüdübdür, o da belə. Ona görə dünya bizdən bunu istəyir. Dünya istəyir ki, biz hər şeyə reaksiya verək. Dünya istəyir ki, biz hər şeyə fikir bildirək. Dünya istəyir ki, biz qulağımıza pıçıldayan bir şey olsun. O görmürsən bir dənə adam bir oturur. Əzlə bizim bu süfrə başında az yaşlılarımız da var. Ona görə hərdən onlara baxıb danışarım, üzr hesab edin. Görürsən ki, adam oturur. Elə bir kimsə qulağa pıçıldır. Bunu belə. Olur bəzən belə şeylər. Vəsvəsə, kimsən qıcıqlara, o şeytandır. Vəsvəsə eləyir. Ona deyirlər vəsvəsə. Və yaxud da o dursan belə, görürsən budan tullansın, nə olacaq, heç nə olmaz ki. Olur bəzən belə şeylər. Və ya telefonda, proqramda da, görürsən buna bir dənə girin, baxım, görüm nə olacaq məsələ üçün da. Şeytan bəzən bizi vəsvəsə eləyir. Ki, nəyəsə əbəs gedəm müdaq. Və nəticə etibarı nə olur, bəzən görürsən ki, gəl xoş olmayan hadisələr çevirir. Amma biz bunların əvəzinə başa düşsək ki, bir gün biz də öləcəyik. Yəni, əbədi olmayan bir şey üçün Şahanə xanım, məhəbbət göstərməyə deyər. Məsələn, bu telefon deyək sənin telefondur da. Nə telefonun markası bu? Samsung. Əhsən. Bu telefonu çıxan necə həvəsdən almışdın? İlk həvəsdən almışdın. Birinci belə edin, bax. Belə eləyirdin. Ay Allah, sımkama qoyum, mən sımkama. Ay Allah, deyəm, üzlük belə çıxartdım, üzlük qoydum. Məsələn, üzlük çıxartdım belə ki, amandır, qırılmaz. Bir də üzlük taxdın, özə arxasında bu rəngi qoymuşsan, pink rəngi, qız rəngi, düzdürmü? İndi bunu belə atırsan. Telefonu belə qoşursan, məsəl üçün daha, belə durur. Telefon belə durur, məsəl, düzdürmü? Adaptör əyri qoşursan, məsəl üçün.
motor oradan yandırarsan. Adaptör əyri qoysan, düzdür? Məsələn, indi oldu. İndi o qədər diqqət eləmirsən. Niyə? Niyə gözündən düşübdür? Həvəs yoxdur. Niyə həvəs yoxdur? Mən əzizlər 16 yaşda qızla danışıram ha. Həm dostumuzun qızıdır, həm də söhbət edir qarşı-qarşı. Niyə həvəs yoxdur canə? Həvəs Çünki sən içindəkini artıq bilirsən. Düzdür? İnsan ki bir şeyə bələd oldu, artıq onun üçün adiləşir. Normalda nemətdir ha, ata buna xərc çəkibdir. Ana buna xərc çəkibdir. Özü geyməyib, keçib, görsə bu telefonu alıb, düzdürmü? Sən yaxşı oxuyasan, müəlliminin əlaqə saxlayasan. Sən ki buna çox diqqət eləməsən, bunu vaxtı-vaxtsız bunu işlətsən, belə-belə başsan, iqra-miqra belə-beləsən, bu artıq sənin gözündən düşəcək. Və sən avtomatik olaraq yeni bir model axtaracaqsan, mən yeni model axtarım, falan telefon Pro Max-a çıxıb onu axtarım, o da bir müddət, onu da əldə edəndən sonra, onu da. Mən götürdüm məsələn bunu, götürdüm bir də ki bu Pro Max-ı işlətdim. Bunu da işlədəndən sonra bunu da həvəslənəcəkdir. Niyə? Çünki sənin ruhunun ehtiyacı bu da yoxdur. Ruhun sənə deyir ki, bu əbədi deyil. Daxili vicdan var, ağıl deyir, əbədi deyil ha. Bir də meyl eləsən, dünya sənə öz ağuşunu alacaqdır. Bir gün ata-anaya üzünü ağ olacaqsan, bir gün qışqıracaqsan, bir gün nə bilim, həyatdan küsəsən, bir gün nə bilim, oturub qəmli mahnılara qulaq asacaqsan. Bizdə var da biraz keyfimiz pozulan kimi batsın bu, belə mahnılar gedir da, Qaradəniz gəmilərimiz batan kimi. Deməli, insan əbədi bir varlığa, əbədi olan bir məhəbbət dalınca qaçır ki, orada heç vaxt yorulmasın, orada bir ruh yüksün. Onu kim təqdim edə bilər bizə? Ona görə Allah deyir ki, o istədiyin, o əbədiyyət görüşü, liqaullah, yəni o sənin qəlbin, ruhunu tələb etdiyi görüş bu da deyil. Görüş, sən səhv yerə gəlmirsən. Bu dünya görüş üçün yer deyil. Bu dünya görüşə hazırlıq üçün yerdir. Başa düşdün indi? Məsələn, sən Almaniyada oxumaqsın. Şahanə qızımız Almaniyada oxumaqsın. Düzdürmü? Alman dilinə kursa gedirsən, gəlirsən riyaziyyatdan. Və s. Düzdürmü? Sən orada oxumaq üçün, sənin üçün vasitə haradır? Bakı. Deməli, Almaniyada yaşamaq üçün, oxumaq üçün Bakıda qalmalısan. Deməli, biz də axirət sevmək üçün, axirəti başa düşmək üçün, Əhl-i əleyhissalam missiyasını anlamaq üçün, həqiqi şəxsiyyət və bəndə olmağımız üçün bu da məcbur yaşamaq. Bu da qalmağa məcbursan. Ya Bakıda, ya Cəlilabadda, ya Lənkəranda, Mingəçevirdə, Gəncədə, harada ol, hansısa bir rayon məntəqəmizdə. Düz? Deməli, biz nə başa düşürük? Bura əbədiyyət yeri deyil. Müvəqqəti bir stəkan çay içdiyim, məsəl üçün. Sizdə bunu içdiyim, qəşə arxadan pərdə vurmuşsunuz, düzdürmü? Bir də buradan baxıram, Yasamalın hündür mərtəbə binalarını görürəm, düzdürmü? Müvəqqətiyəm da bu da. Birazdan çıxıb gedəcəm. Amma mən bu da ola-ola o bağırsaqlarımın tələbatı olan mayəni içdim. İçdim. Ürəyim sıxıldı, pərdəni açdım belə, buradan belə baxdım. Müəyyən ehtiyaclarımı bu da ola-ola ödədim. Bu dünya budur. Ehtiyaclarımızı bu da ödəməliyik. Tələblərimizi bu da almalıyıq. İstəklərimizi bu da almalıyıq. Əsmər nə olmaq istəyir? Əsmər nə olmaq istəyirsən? Bilmirəm. Hələ bilmirsən. Məsələ demişəm da, Əsmər əslində kişi cinsindədir. Şu papaqla demişəm. Sən əslində Səmra olmalıdır. Əsmər qarabuğdayı deyirlər, Əsmər. Ərəb dilində qarabuğdayı Əsmər kişi cinsində, müzəkkər formasındadır. Amma müənnəsdə adının sən Səmradır. Yəni qarabuğdayı, ərəb dilində qarabuğdayı kişilərə Əsmər deyirlər, Əsmərun. Amma qadınlara Səmra'u deyirlər. Ona görə fikrin var, sən adı dəyişək gələcəkdir. Adı Səmra qoyaq. Hə, Səmra deyək ki, müəllim olmaq istəyir, düzdür? Sən müəllim olmaq üçün nə eləməsən? Sənin üçün vasitə hal budandır. Görsən, Həsənə səni çağırır. Şotland pişiyini oynamaq üçün səni çağırır. Deməli, sən nə oldun? Vasitə oldun. Sənin vasitən Həsəni səni çağırıb pişiyini oynamaq istəyir. Biz də istəklərimizə qəbul olmaq üçün buradan istifadə eləməliyik. Ümumilikdə axirətimiz üçün dünyadan istifadə eləməliyik. Bay, biz də görüşərik inşallah. O vidimsə. Bax, belə deyəm, məsələn, dünya budur. Qısa lor danışıram, görsən. Ona görə dünya
pərəstliklə mübarizə aparmaq üçün ilk növbə nə etmək lazımdır? Ölümü xatırlamaq lazımdır. Yəni, əbədi qalmayacam burada. Nə qədər ömrüm var, nə qədər Allah can verib, mübarizə aparmalıyım yaxşı işlər görmək üçün, fayda vermək üçün. Əmr məruf eləməliyəm, yaxşı işləri dəvətləməliyəm. Elə söz deməliyəm, fitnə olmasın, söz söhbət düşməsin, dava düşməsin, müəllimin dediklərini yerinə yetirin, tapşırıqların vaxtında. Axı mənim hədəfim var. Axı şahanənin hədəfi var. Alman dili mütəxəssis olmaq istəyir. Həkim olmaq istəyir. Avropada qazandığı o tibbi bilikləri gəlib Azərbaycanda hansısa bir rayonda, kənddə, şəhərdə səhiyyədə onu tətbiq eləmək istəyir. Avropa modelini ortaya qoymaq istəyir. Hədəflərin var sən. Hədəflər üçün nə etmək lazımdır? Mübarizə aparmaq lazımdır. Ölümü xatırlamaz, bir də mən dölərəm. Qocalımı qoruyum, cismimi qoruyum ki, hədəflərim var. Mən ortaya meyar qoymalıyam, argument qoymalıyam. Çatda bildim fikrimi. Deməli, biz axirətimizi qazanmaq üçün nə etməliyik birinci? Ölümün ağarını xatırlamalıyıq. Ölən adamı dərs almalıyıq. Sağ mənə də başıma gələ bilər. Qoy, vaxtı işlərimi rahatla görüm. Bilə bilmərik. Düzdürmü? Bu birinci qayda və bu sənə nə qazandırır? Mənəvi immunitet. Ac olmaq üçün nə edirsən? Yemək yeyirsən, tox oldun, başın gizəllənmir ki, dərsdə oxuyursan, düzdür. Susuz oldun, çay içsən, susuzluğun yatır. Bax, ölümü düşünmək də bizə mənəvi immunitet qazandırır. Əslində güc balans getirir bizə. Bu birinci qayda. Bu birinci qayda. Gəl salavat zikr eləyək. Allahümmə salli alə Muhammed və ali Muhammed. Salavat zikr edə bilirsən? Allahümmə. Yox, bir adi vaxt deyə bilirsən. Allahümmə salli alə Muhammed və ali Muhammed. Əhsəntu, əhsən. Gəldik indi nəyə? İndi gəldik, ikinci qaydadır. İnşallah əzlə qutarım, 5-10 qutarıq Allahın iznilə. İkinci qayda budur ki, dünya pərəstlərin əsl siması yırtıcıdır. Sən çalış, şişar olmayasan, ov olmayasan. Sənə elə bəziyəcək. Görsən, bəzən adam doyur hər şeydə, fikir versən. Hətta ən sevdiyin şey belə eləmək istəmirsən. Olur bəzən. Halbuki ən sevdiyin şey nədir? Ən sevdiyim budur ki, imtihandan yaxşı nəticə yığım. İmtihandan da yaxşı bal yığdın, amma yine həyatdan küsən kimi olursan. Sıxılırsan. Deməli, Allah buna əsəsinə işarə verir. Gide ehtiyatlı ola. Dünyanın işi budur. Bizə əvvəl qəşək göstərsin, sonra bizi həvəsdən salsın. Depresiya düşür. Ona görə dünya sənə hər cəhətdən gəlibsə, hücum eləyəcək. Çox qəşək göstərəcək, çox qəşək göstərəcək. Çox baxsan qəşək materialdır. Amma əynivə giyinirsən, baxsan deşildi, zırıldı, zəif yemiş. Görürsən, köynü arsan rəngi qasır. Mama yuyan kimi rəngi qasır, düzdürmü? Ətirdir, vurursan, 1 dəqiqə, 10 dəqiqə iyi getdi. Demək, keyfiyyətsiz imiş. O dünya bizə budur. Xoş qoxu verir bizə. Bəndə bir şeyi var bunun. Bu 3 dəqiqə, 5 dəqiqə məlum ki, bu 2 tas gətirilmiş. İyi getdi, yoxdur. Telefon nə qəşəydi, həvəsini almışdım. İndi həvəsin yoxdur. Çünki istədiyini vermir. Üzdə göstərir, səni aldadır. Deyik, gəl. Come on, come here, İngilizmiş, gəl bura. Gəl bura deyir. Amma bir müddətdən sonra görürsən ki, o deyil. O deyil. Səni əvvəl cazibə ilə gətirdi, cazibəsi var. Bir musiqini görmüsən, qəşəng mahnıda. Adam əlləri çinləri oynayır, belə, başı yellənir. Bəzən o bir musiqi 3 ədəvər qulaqsın, düzdür? Mən səhərcəm ki, o musiqi haramdır, sənə ziyandır. Deyəsən ki, ay mənim, nə çox haradan ziyan oldu? Axı, mənim ruhuma qəşəng, ismi yox, ruhuma uyğun mahnıda musiqidir. O səni cəlb edir. Çünki ruhun xəstədir. O içərdə işləri görür, sən xəbərin yoxdur. Fəsaddır. Dişin ağrıyıb heç? Ağrıyıb mağamsan dişin ağrıyanda? Həkimə getmiş. Dərin atmırsan? Dərin atmında ağrı kəssəsin, dişin dayanır? Biraz. İndi sual verəm sənə. Diş ağrıyanda ağrı kəsici atır? Müalicə mi? Yox. Mən ağrı kəsici atıram. Onda şeydir də. Ağrını hiss eləmirsən. Səni keyləşdirir.
Amma içində o dişin damağında nə gedir? Kariyesin ağarır, çürüdür dişin. Sən azı ağrıdı hiss eləmirsən. Başın ağrıyır, dərman atırsan, düzdür, ağrı kəsici. Ağrını hiss eləmirsən. Amma içəridə fəsadlar gedir axı. Musiqi də bu cürdür. Sənə xoş təsir bağışlayır, başı fırlayır. Ləzzət edir baxışda, ilk baxışda. Amma içəridə işin görür. Bir də baxacaqsan ki, namaz qılmağı da meylin yoxdur. Heç dinə kitaba da meylin yoxdur. Nə bilim, evdə atama çoxu cavab verəsən, anama cavab qaytarasan, həyatdan küsüşün kimi olasan, çoxlu yatmağa meylənəcəksən. Turaldın əsəbləşə bizim kameramızı vurur. Əsəbləşmə Tural. Belə şey, belə hallar olacaq. Ona görə çalış dünyapərəstlərin əsl simasını anlamağa, tanımağa çalış. Hər deyilən şeyə reaksiya vermə. Üzr istəyirəm. Özündə agahlıq yarat. Özünü tanımağa çalış. Özünü aldatmayasan gərək. Gərək özünü, belə deyək, spesifik duyğularına hakim olasan. Göz yaşlarıdır, ürək yumuşaqlıqdır, yersiz ürək yumuşaqlıq var. Yersiz səmimiyyət, yersiz istəklər, boş-boş xəyallar və arzular. Bunlar bizi həqiqətdən uzaq salacaq. Bir də baxacaq ki, boş-boş şey arzulamışıq, boş-boş şeylər istəmişik. Hansısa paltar, hansısa filan molda qızlar filan paltar gördüm, qızlar çıxan filan yerə. 1 saat, 2 saat yenə həmkən olacaqsınız. Vermir də, dünyanın bu qüdrəti yoxdursa əbədiyyət versin, yoxdur. Dünyanın işi bu deyil, dünyanın işi müvəqqəti sənə əyləncə verə bilər. Daimi məhəbbət sənə verə bilməz. Və sənin müvəqqəti əyləncəni təqdim edib sənin torbaya salacaqdır. O görmüsən, o filmlərin, nağıllarda bir uşaq oğruyurları ki, əmisələ qurban bir dənə konfetdən, şokoladdan verir, apar maşını oğruyurlar. Biri sənə zərbə indirmək istəyir, sənin həyatına gözəl şəkildə gəlir. Sənə özünü yaxşı bir xanım kimi təqdim edir, yaxşı bəy kimi təqdim edir. Hətta rəfiqə də olursan, dost olursan, hətta yaxın da olursunuz. Bir müddətdən sonra sənə elə bir zərbə vuracaq ki, əli beyğəcək, ay aman, heç bundan heç olub belə söz demirsən ki, heç bundan gözləməzdim. Görsən, dünya budur, dünya budur. Bəni dərs almırsan. Bunlar sənə agahlıq verməlidir. Hələ sən 16-17 yaşın var. Hələ sənin gələcəkdə nə qədər görəcəyin işlər var. İndidən özünə çalışmalısan. İndidən sənin gəncliyin, yeniyetməliyin ən gözəl çağlarıdır. Ən gözəl çağlar ki, indidən həyat hekayəmi gözəl yazın. Ona görə hər gördüyünə aldanma, hər eşitdiyinə inanma, hər bildiyini danışma, danışanda az danış, lüzum olmayan yerdə fikir bildirmə. Bunlar çox mühüm məsələlərdir. Çox mühüm məsələlərdir. Peyğəmbər və ali Peyğəmbər salavatdan yad edək. Allahümmə salli alə Muhammed və ali Muhammed və accil və rəcəhum. Və bir dənə də söz deyim inşallah, onunla fikri bitirim. O sondadır. Dünən də qeyd eləmişdim. Əmir əl-Müminin əleyhissalam istəyir ki, düzgün azuqə toplayaq. Və üstə gəldi, yükümüz də yüngül olsun. Dünən buna islah edilmişdi, amma təkrar bir də inşallah işarə vuraq. Yaxşı, necə eləyək də, həm yükümüz yüngül olsun, həm də yük yığaq. Bu necə olur? Bu necə olsun ki? Əmir əl-Müminin deyir ki, həm azuqə topla, mən topladım azuqəmi, çantamı. Deyir, amma elə yığ ki, yüngül olsun, yəni qaldıra biləsən. Bu necə oldu? Mən həm yığım, həm də yüngül olsun. Mənə ağır lazımdır.
Bu nə qəribə paradoksdur, Əmir Əl-Möminin, Əlican. Bu nə qəribə şeydir, ya Əli. Həm deyirsən düzgün azuqə. Mən düzgün azuqə yığmaq istəyirəm. İstəyirəm çox olsun azuqəm. Amma mənə deyirsən ki, yükünü yüngüllə, çox ağır eləmə. Yüngül elə. Yaxşı. Cavab. Cavab. Düzgün azuqə yığ deyəndə mənası maddi deyil. Mənəvidir. Nə qədər yığırsan yığ. Yaxşı əməllər, təqvalı ol, elmli ol, imanlı ol, məsuliyyətli ol, diqqətli ol. Sənin boyuna düşən bir vəzifə var, sən vəzifəvi yerinə yetirməlisən. Yadda saxlayın, vəzifəsini yerinə yetirməyən insanlar xoşbəxt ola bilməzlər. Xoşbəxtliyin düsturları var, çoxdur qaydaları. Sənin boyunda bir vəzifə, məsuliyyət var, sən xadimsən. Mən dönə dedim, moderatorlar dedim bunu, dönə də mən xidmətçilərə bunu deyirdim. Məsuliyyətli olmaq lazım, bir nəfər məscid xidmətçisidirsə, bir nəfər Əhl-i Beytin qapısına xidmət eləyirsə, bir nəfər Hüseyniyyədə, bir nəfər Zeynəbiyyədə xidmət eləyirsə, bir nəfər ziyarətgahda xidmət eləyirsə, bir nəfər sosial şəbəkədə Əhl-i Beytin vilayətindən danışırsa, orada xidmətçidirsə, moderatordursa, izləyicidirsə, sənin boyunda haqqın var, sənin məsuliyyətsiz davranmağa haqqın yoxdur. Əziz qardaşım, əziz bacım. Sən nə haqdan öz başınalıq edirsən, məsuliyyətsiz yanaşsan bu məsələyə? Mən olum, sənin fərqi yoxdur, ha? Sənin boyunda vəzifə var, sən xidmətçisən, sən izləyicisən, sən bugün bir şey öyrəndin, sən boynuma haqq gəlir ki, onu bilməni öyrədəsən. Sən boynuma haqq gəldi, sən bir şəri məsələ eşitdin, şəri bir qayda eşitdin, sənin boyunda haqqdır ki, bunu başqasına çatdırasan, başqasına bunu bildirəsən. Mənim yadımdan çıxdı, fikirdəydim, yatıb qalmışdım, qonağım var idi, qabı yurdum, mitil sərirdim, yemək bişirirdim, qardaş işdəydim, nə bilim, daş qaldırırdım, beton qaldırırdım. Hər nə olur olsun, Əhl-i Beyt əleyhissalam vilayətinə xidmətdə gərək bəhanə eləməyək. Bu çox, xüsusən moderatorlarımız və izləyicilərimiz, tələbələr, bu çox mühüm məsələdir. Diqqətli olaq, içi biz qarışıq. Başda Allah şəhid birinci özümə deyirəm. Özümə deyirəm birinci. Dünya bizi aldatmasın, həbəsdən salmasın, ruhdan düşməyək. Bəli, çətinlik olacaq, biz buna hazır olmalıyıq. Amma biz qol çəkmişik. Çətinlik mütləq olacaq, mütləq. Mütləq olacaq. Belə bir qarantimiz yoxdur ki, hər şey əla, keyf damaqdır. Belə bir qarantimiz yoxdur. Mütləq çətinlik olacaqdır. Mütləq. Mütləq problem olacaq. Və biz buna hazır olmalıyıq. Allah'ın tərəf öz izzət cəlalına Allah təala bizi hər gündə Peyğəmbər və ali Peyğəmbərdən ayrı salmasın inşallah. Cəmiyyən dualarımızın qəbuluna, müşküllərimizin həllinə Peyğəmbər və ali Peyğəmbər salavatla yad edək. Allahümmə salli ala Muhammed və ali Muhammed və accil və rəcəl.